İslam dini də daxil olmaqla səmavi dinlərdə ümumiyyətlə təmtəraqlı qəbir daşı deyə bir anlayış yoxdur. Sadəcə nişangah var ki, məzarların itməməsi və ziyarət olunanda yerinin tapılması üçün hansısa bir əşyadan, daşdan, dəmirdən və müvafiq bir şeydən nişangah qoyulsun. Hərçənd ki, burada bir haşiyə çıxmaq lazımdır. Tanınmış məşhur şəxslərin üstündə hansısa bir abidənin tarixi əhəmiyyətini qorumaq üçün tikmək olar. Ümuma tətbiq olunması ki, bütün bu qəbirlərin üstündə bahalı daşlar qoymaq, böyük məqbərələr tikmək, bu haram və günahdır. İnsanlar sanki qəbirstanlıqda yarışa giriblər. Bəziləri üçün qəbir daşı yadigar, xatirə və hörmətin simvoludur. Digərləri üçün isə bu artıq israf və yarış növüdür. Aydın olan budur ki, həyatımızda olduğu kimi ölümümüzdən sonra da cəmiyyətin gözləntiləri və iqtisadi imkanlar qərarlarımızda mühüm rol oynayır. Qəbir daşları ilə bağlı seçimlərimiz bəlkə də kim olduğumuzu deyil, necə yadda qalmaq istədiyimizi göstərir.